Bir, İmam Zaman ağanın köməkçiləri peyğəmbərlər olacaqlar. Ağamız zuhur elədi, Allah Taala bir neçə peyğəmbər ona kömək eləməyə göndərəcək. Biri İsa peyğəmbərdir, birinci. İmam Zaman ağam da nə idi? Vəziridir. Rəhbər odur, vəzir kimdir? İsa peyğəmbər. İki, bəzi hədislərdə var İsmail Sadiqul Vəd. Quran-ı Kərimdə Allah Taala bizə iki dənə İsmaildən danışıb. Bir, İbrahim peyğəmbərin oğlu, Qurban bayramında adı qeyd olunan. İki, Sadiqul Vəd, öz vədəsinə əməl eləyən İsmail. Allahın salamı olsun onlara. Bəzi hədislərdə İmam Zaman ağa köməkçilərdəndir. Üç, Daniyal adında bir peyğəmbərin adı çəkilib. Haqqında danışacağım. İmam Zaman ağanın köməkçilərindəndir. Dörd, Yunus peyğəmbər adı çəkilib, balığın qarnına düşən peyğəmbər ki var. Allah Taala ona İmam Zaman ağa köməkçilərdən qərar verəcək. Bir də hədislərə əsasən bu gün də İmam Zaman ağanın onunla ünsiyyət tapdığı şəxs olan sağ qalan peyğəmbərlərdən Xızır peyğəmbər İmam Zaman ağa köməkçilərdəndir. Mələklər kimdir? İki, İmam Zaman ağa kömək eləyən mələklərdir. Qədrinizi bilin, siz də o cərgədə olasınız. Kimdir onlar? Kəmaləddin kitabında Şeyx Sadıqun nəqlinə əsasən İmam Sadiq əleyhissalam buyurur. Hədis uzundur, mən qısa deyirəm sizə. Görürəm imam atına minib və deyir, sonra imam deyir ki, peyğəmbərin bayrağını açacaq. Peyğəmbərin bayrağı kimdə olacaq? İmam Zaman ağada. Peyğəmbər döyüşdə açdığı bayraq ki var, o bayraq İmam Zaman ağadadır əleyhissalam. O bayrağı açacaq. Mələklər nazil olacaq. Nə qədər? 13.000 mələk və 13 xüsusi mələk. İmam Zaman ağa kömək eləyəcək. Kimdir o mələklər? Mələklərin tarixinə baxın. Nuh peyğəmbər gəmiyə minəndə həmin vaxtda olan mələklər gələcək. İbrahim peyğəmbəri oda atanda orada olan mələklər gələcək. İsa peyğəmbəri Allah Taala çarmıxa çəkmək istəyəndə ki, qoymadı, qaldırdı göylərə, öz dərgahını apardı. O işi görən mələklər gələcək. Bədir döyüşündə 313 nəfərə kömək eləyən 4000 mələk İmam Zaman ağa ilə gələcək əleyhissalam. Və Kərbəlaya 4000 mələk gəldi. İmam Hüseyn ağaya kömək eləsin. Onlara döyüş icazəsi verilmədi. Onlar indi hardadır? İndi də Kərbəladadır. Xoş Kərbəlaya gedənlərin halına. Allah biz onlardan qərar versin. İmam Hüseyn zəvvarlarına xidmət edirlər. Ağamızın qəbrinin yanındadır. O 4000 mələk İmam Zaman ağa ilə bir yerdə yer üzərinə gəlib və İmam Zaman ağa kömək edəcək. Sonra İmam başqa bir hədisində buyurdu. Cəbrail əleyhissalam onun sağ tərəfində, Mikail əleyhissalam onun sol tərəfində, İsrafil əleyhissalam onun qabağında və peyğəmbərin bayrağını açacaq, dəstələr ona tərəf gələcək. Allah Taala onun əli ilə ədaləti quracaq, düşmənləri məhv eləyəcək. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Keçmiş peyğəmbərlərin ümmətlərindən. Bəli. Onlar ki, keçmişdə İmam Zaman ağa əleyhissalamın Əhl-i Beyt əleyhissalamın buyurduğu kimi yaşayıblar, təmiz yaşayıblar. Bax, onların bir neçəsini mən adını çəkirəm, gələcəkdə geniş danışacağım onların barəsində. Musa peyğəmbərin qövmündən 15 nəfər. Əshab-ı Kəhf, Quran-ı Kərimdə surəsi var. Əshab-ı Kəhf qayıdacaq, gələcək. Allah onları yenidən dirildəcək. Bir dəfə onları verdi yuxuya, bir dəfə diriltdi, təzdən onları qaldıracaq Allah Taala. Quranda ayədir. Biz nəsə xurafat danışmırıq. Kiminsə sualı var, Qurandan soruşsun. Yuşə ibn Nun, Musa peyğəmbərin canişini gələcək. Bəs bizim peyğəmbərin? Bəli. Bizim peyğəmbərin də əshabından Salman gələcək. Peyğəmbər əlin qoydu Salmanın çiynində, Salman, sən də qayıdacaqsan o rəhbərin dövründə mənim balamın. Əbu Dücanə Ənsari, hamısı qaçanda döyüşdən peyğəmbəri tək qoyanda qaçmayan kişilərdən biri olan Əbu Dücanə Ənsari gələcək. Həzrət Əleyhisselamın silahdaşlarından. Hamımızın tanıdığı, qeyrətli, şücaətli, mərd kişi, Muaviyyənin onun qorxusundan qabağında qaçdığı Malik, Əşdər gələcək. Miqdad gələcək. Və digərlərin adları var ki, inşallah get-gedə hamısını danışacağım. Allah Taala'nın gücü ilə Quran-ı Kərimdə ki buyurur, biz dirildirik. İmam da Allah'a and verdi ki, ey ölüləri dirildən Allah, sümükləri çürüyəndən sonra ehya eləyən dirildən Allah, Allah Taala onları qaytaracaq. İmam Zaman ağanın ordusunda yer üzərində haqqı bərpa etməkdən ötürü bu peyğəmbərlər, bu mələklər, bu pak insanlar İmam Zaman ağa kömək edəcəklər.